Dəyərli şagirdlər, 5-ci sualın əlinə baxaq. Şəkildə deyil, fiqur eyni ölçülü kvadratlardan düzəlmişdir. Tangens alfanı hesablayın. İlk öncə burada verilən ifadədə bucaq alfa eyni çarpaz bucaqdan, o zaman burada alfa olacaq. Və burada biz kvadratları tamamlasaq, burada bir düz bucaqlı üçbucaq yaranır. Və bura kvadratlar 1, 2, 3, 4, 5. Digər kateti neçə olacaq? 1, 2, 3, 4. Bu katetdə 4. Artıq biz buradan hipotenuzu əvvəl tapmalıyıq. Alınan düzbucaqlı üçbucaq baxın bu formadadır. 5, 4. Hipotenuzu tapmaq üçün hipotenuzun kvadratı bərabərdir katetlərin kvadratı cəminə. Buradan x kvadrat olacaq 25 plus 16. X kvadrat alırıq ki 41. O zaman x özü kök altda 41. Hipotenuz oldu kökdə 41. Və tangens alfa. Tangens alfa nəyə bərabərdir? Tangens alfa. Deməli, qarşıdakı katetin bitişik katetə. Yəni 4-ün 5-ə. Cavab olacaq 5-də 4. D variantı.